Keçən dəfə bir hadisə yadıma düşdü. Yuxuda neçə il bundan öncə gördüyüm bir yuxunun ayılanda da yadımdaydı yuxu. Real həyatda, amma bir misal üçün 10 il sonra real həyatda olduğunu gördüm. Yuxuda görmüşdüm. Yuxuda gördüyüm yadımdaydı. Daha sonra unutmuşdum və real həyatda görəndə mən bildim ki, mən bunu yuxuda haçansa görmüşəm. İndi mənim özümə maraqlıdır. Bu məndə illüziya idi. Yoxsa həqiqətən də mən yuxuda gördüyümü 10 il sonra real həyatda eyni səhnəni görə bilərəm. Aydındır. Çox maraqlı sualdır. Təşəkkür edirəm. Demək, bunu mən də yaşamışam. Əslində hamı yaşayır. Hamılıqla yaşayırıq biz bunu. Bəzi insanlar fərqinə varır, bəzi insanlar isə üstündən keçir. Biz bəzən həyatımız boyu yaşadığımız anları əslində öncədən yuxularda görə bilirik. Yəni, yuxularda da bu necə görülür? Bunu sizə izah edim. Siz əslində deyək, bir neçə il öncə indiki anı görmüşsünüz. Bəlkə də bu danışığı görmüşük əslində yuxuda. Və indiki anda biz burada oluruq. Sonra deyirsən ki, mən bu anı elə bir yaşamışdım. Burada bu an, bu hadisə, bu yer mənə hardansa tanış gəlir. Buna nə deyirlər? Dejavu deyirlər. Dejavu nədir? Beynin bir yeri olmuş kimi hiss etməsidir. Amma heç vaxt burada olmamışamsa, necə ola bilər ki, mən burada əvvəl olmuş kimi hiss edirəm? Hətta bunu biraz irəli gedib deyə bilərsən ki, qapı açılıb filan kəs gələcək indi və elə də olur. Niyə? Çünki yaşamısan axı bu anı. Bu anı yaşayırıq biz əslində astral səyahətdə, yəni yuxularda. Yuxular astral bədən orada, yəni ruh halına keçirik. Və sonra bir müddət sonra real o anda oluruq və bu bizə möcüzəvi gəlir ki, mən bu anı necə yaşamışdım. Bu da həmin o dejavu dediyimiz hadisənin spiritual və ya ruhani açıqlamasıdır. Elmi açıqlaması isə dejavunun tam tapılmayıb. Zaten elm yuxuları tam çözə bilmir. Yuxularda çünki bəzən çox vaxt olur ki, yuxunu görürsən, ümumiyyətlə görmək belə istəmirsən. Yəni o yuxuya qayıtmaq belə istəmirsən və bəzən də olur ki, ayılırsan və yuxu sənin yadından çıxır. Yuxular fantastikadır və yuxular bizə çox sir verir. Bəzi insanlar var ki, yuxular görmür ümumiyyətlə. Onun da səbəbi vardı əslində. Ümumiyyətlə yuxu görməyən insan əslində qismən özündən qaçan insandır. Bəli. Onda çox yuxu görən, özünü sevən sayılır. Çox yuxu görənsə aşırı takır kafaya, aşırı çox düşünür. Ona görə şuuraltıda bilir axı bu baxacaq. Ona oradan işarələr verilir. Amma şuuraltı bilir ki, misal Murad baxmayacaq, deyvətsiz biridir, qaçır özündən. O zaman Murada yuxu ilə bu işarəni vermir, ayrı cür işarələr onda verir. Simvolun onda göstərdiyi yer bəlli deyil də, yəni bu insandan da ola bilər, yuxuda da ola bilər. Şuuraltı simvol dili ilə siz təbiəti də çözə bilərsiniz. Qarşınıza çıxan bir gül, bir ağacdan belə işarələri ala bilərsən, əgər oyanışdasansa və ya bilgilisənsə buradan, yuxulardan da ala bilərsən, hər şeydən. Bir radiodakı musiqidəki sözlərdən belə, ifadan, notalardan. Nə qədər bizim məlumat almağımız doğrudur. Yəni hər gördüyümüzü də məlumata çevirsək, bu bizə yəni aşırı əlavə məlumata yüklənmiş kimi olmayacaq? Yox, burada niyə olmuruq? Çünki şuuraltı simvol dilində siz bir sual ötürürsüz. Niyyət eləyirsiniz yaradana, sonra axtarırsan da. Sonsuz bir niyyətin yoxdur ki zaten. Bir niyyətin var. Hər niyyətə görə Bəli. Görmək.